Salam, hər vaxtınız xeyir olsun. Mən Nəsib Elizadəm. Bugün 20 aprel tarixində 9-cu siniflər üçün təşkil olunmuş buraxılış imtahanında istifadə olunan Azərbaycan dili suallarını izah edəcəm. Suallarınız olarsa, həmçinin dərslər haqqında ətraflı məlumat almaq üçün gördüyünüz nömrə ilə 055 889 44 59 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İzaha keçməzdən əvvəl videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Keçək birinci sualımıza. Deməli, 27-ci sualda bizdən ismi və feili birləşməni fərqləndirir. Xatırlayırsa, mən əvvəlki videolarımda bu mövzu haqqında sual düşəcəyini demişdim. Deməli, uyğunluğu müəyyənləşdirin. İsmi birləşməni tapırıq, feili birləşməni tapırıq. Deməli, 3 böyük bina ismi birləşmə doğrudurmu? Bəli, deməli 1-ə A uyğunlaşdı. 2, daha doğrusu B variantı. Yenə göy üzü ismi birləşmədir. Bəli, deməli B də uyğunlaşdı. C variantı. Sən şəkli həvəslə çəkdin. Burada ümumiyyətlə söz birləşməsi yoxdur. İsmi və ya feili birləşmə işlənməyibdir. D variantı sahilə çıxmaq bu məsləhət tərkibidir. Yəni feili birləşmədir. İkiyə uyğunlaşdırdıq. E variantında isə Cavad hiləgərcəsinə gülürdü. Yenə də söz birləşməsi işlənməyib. Deməli 1-ə A, B, 2-ə isə D variantı uyğundur. Bu da cavab elə D variantında işlənibdir. 28-ci sualda cümlə verilib, cümlədə istifadə olunmuş bir sözünün funksiyasına baxırıq. Deməli, birinci cümlə mən səni məsuliyyətli bir şagird bilirdim. Buradakı bir sözü ədat mövqeyindədir. Ədat mövqeyindədir. Çünki demişdik ki, dərslərimizdə məsuliyyətli şagird birinci növ ismi birləşmədir. Birinci növ ismi birləşmənin tərəflərinin arasına əsas nitq hissəsi daxil olmaz. Ona görə burada bir ədatdır. İkinci cümlədə ilk maaşından anası üçün bir dəstə gül almışdı, qızılgül almışdı. Bir dəstə, iki dəstə, üç dəstə, burada bir sözü say mövqeyindədir. Bunun əsasında cavablara baxarıq. Əşyanın miqdarını bildirir say. Bu 2-yə uyğun gəlir. Cümlədən çıxarıldıqda məna dəyişikliyi baş verməz. Ədat cümlədən çıxarıldıqda məna dəyişikliyi baş vermir. Bu 1-ə uyğundur. Leksik mənası var, ədatın mənası yoxdur, sayın mənası var. Ona görə C variantı 2-yə uyğun gəlir. D variantı yalnız qrammatik mənası var. Bu köməkçi nitq hissələri ilə bağlı fikirdir. Ona görə ədata, yəni 1-ə uyğundur. Cümlə üzvləri arasında əlaqə yaradır. Bu da bağlayıcının funksiyasıdır. Bu da heç birinə uyğun gəlmir. 1-ə BD, 2-yə AC. 1-ə BD, 2-ə AC. Bu da D variantında işlənibdir. Daha sonra 29-cu sualda hansı cümlə sadədir deyir. Ətrafa baxdım, heç kəs görünmürdü. Baxdım xəbər kim? Mən. Görünmürdü xəbər kim? Heç kəs. Mürəkkəbdir. Çünki iki ayrı-ayrı mübtəda xəbər düşünülür. B variantı soruşdum, cavab vermədi. Soruşdum xəbər kim? Mən. Cavab vermədi xəbər kim? O. Bu da mürəkkəb cümlədir. Çünki hər bir xəbər ayrı-ayrı cümlə ilə bağlıdır. Gülnar həyəti süpürdü, samavara ot saldı. Süpürdü xəbər kim? Gülnar. Ot saldı xəbər kim? Yenə də Gülnar. Deməli, burada sadə cümlədir. Çünki xəbərlərimiz eyni mübtədaya bağlıdır. Cavab olacaq C variantı. Digər variantlara da baxa bilərik. Külək güclənir. Güclənir xəbər nə? Külək. Limandakı gəmilər yırğalanırdı. Yırğalanırdı xəbər nə? Gəmilər. Bu mürəkkəb cümlədir. Çünki iki cümlə işlənibdir. Külək getdikcə güclənir. Güclənir xəbər nə? Külək. Yağış dayanmadan yağırdı. Yağırdı xəbər nə? Yağış. Bu da mürəkkəb cümlədir. Cavab olacaq C variantı. 30-cu sualda bir hansı sıradakı feillərdən biri idi, digəri isə köməkçi sözü, yəni hissəci ilə işlənmişdir. Çıxdı sözündə d zaman şəkilçisidir, ola bilməz. Aparmışdı sözündə mış zaman şəkilçisidir, d idi hissəci idi, uyğun gəlir. Alıbsa sözündə ıb zaman şəkilçisidir, salsa isə hissəci idi. Deməli, cavabımız elə məhz B variantıdır. Dayanacaqdır, burada acaq zamandır, d idi hissəci idi, amma alsan sözündə sasə şərt göstəricisi də ola bilməz. Oturmuşdu sözündə d idi hissəci idi, amma ki sasə şərt şəklinin şəkilçisidir. Bu da ola bilməz. Gətirdim sözündə ir zaman ola bilməz. Sözün kökü gətirdi. D idi hissəci yox, zaman şəkilçisidir. Ona görə E variantı olmaz. Cavab B variantı. Frazeoloji birləşmələri müəyyən edin. Gözü kəlləsinə çıxmaq olur, amma çəkiclə vurmaq bu olmaz. A variantı getdi buna görə. Ağzına su almaq bu olar, amma sandığı qıfılmaq bu olmaz. Frazeoloji birləşmə məcazi mənalı birləşmələrdir. İşə düşmək olar, amma stulları aşırmaq olmaz. Ona görə bu da deyil. Üz vermək, dabanına tüpürmək, bəli, bu olar. Üz vermək frazeoloji birləşməsi, həmçinin dabanına tüpürmək frazeoloji birləşməsi mövcuddur. Cavab D variantı. Üzr istəyirəm. Daha sonra 32-ci sual hansı cümlədə əlavə söz birləşməsi ilə ifadə olunmuşdur? Əlavə nədir? Əlavə hər hansı bir sözdən, cümlə üzvündən sonra işlənib onu izah edən söz və ya söz birləşməsidir. Deməli, topladığı məhsulu, yəni kartofu, soğanı, kartof da, soğan da ikisi bir yerdə söz birləşməsi deyil. Bunlar həmcins tamamlıqlardır.
sözlə ifadə olunubdur. Ümumiyyətlə, üzr istəyirəm, baxaq. Məhsulu, kartofu, soğanı, burada qətiyyən söz birləşməsi görə bilmərik biz. Daha sonra B variantı, şair bu obrazı əsərin baş qəhrəmanına, cavabımız bu olacaq. Obrazı sözü tamamlıqdır. Əsərin baş qəhrəmanı ifadəsi də onun əlavəsidir. Nə ilə ifadə olunubdur? Üçüncüdə ism birləşmə, cavab B variantı. O bir variantlara baxıram. C variantında irəlidə, yəni sahildə söz birləşməsi deyil. Əsməri, yəni rəfiqəsinə söz birləşməsi deyil. Bura, yəni qəbələyə sözdə söz birləşməsi təbii ki, deyil. Cavab B variantı. Daha sonra cədvəl sualı əslində sadə bir cədvəldir, sadəcə biraz diqqətli olmaq lazım idi. Deməli, bizdən nə deyir? Deyir ki, fonetik xüsusiyyətləri nəzərə al və uyğun sıranı müəyyən elə. Deməli, baxırıq, deyir ki, yazılışı ilə deyilişi fərqlənmir. Fərqlənməyən söz yazmalıyıq bura. Baxıram ki, xəttat sözündə t-dıya çevrilir deyə bunu atıram, vərəq sözündə q-kıya çevrilir deyə bunu atıram. Deməli, A, C, E variantlarım qaldı. Sətirdən sətrə keçirmək olmur. Baxıram ki, mətbə sözünü bu formada sətirdən sətrə keçirmək olar deyə E variantına silirəm. Yerdə A ilə C qaldı. Artıq üçüncü şərtə baxacam. Yazılışı deyilişi fərqlənir deyir, düzdürmü? Yazılışı və deyilişi fərqlənir dediyi üçün baxıram ki, ötkəm sözündə k-giyə çevrilir. Bu uyğun gəlir. Amma maqnit sözünün tələffüzü dəyişmir. Cavab olacaq A variantı. Lisenziya, dua və ötkəm sözləri. Daha sonra feildən əmələ gəlmiş sifəti müəyyən eləyək. Zarafatçıl sözü zarafat ismindən yaranıbdır. Güllü sözü gül ismindən yaranıbdır. Sürüşkən sözü isə sürüşmək feilindən yaranıbdır. Cavab C variantı. Sıxlıq sözündə sıx sifətdir. Çünki lıq şəkilçisi adlara qoşulur, feilə qoşula bilməz. Qırğın sözü isə sifət deyil ümumiyyətlə. Çünki bizdən sifəti istəyir, qırğın isimdir deyə bu da olmaz. Cavab olacaq C variantı, sürüşkən. 35-ci sual deyir, balaca yaman dəcəldir. Cümləsində mübtəda nə ilə ifadə olunmuşdur? Təhlil edirəm. Dəcəldir kim? Balaca. Balaca mübtədadır. Hansı nitq hissəsidir? Təbii ki, sifət mövqeyindədir. Sadəcə burada isimləşibdir. Əslində bu nə deməkdir? Balaca uşaq dəcəldir deməkdir. Burada hansı mövqedədir? Sifətdir. Daha sonra verilən nümunədə hansı durğu işarələri buraxılmışdır? Bərpa eləyək. Deyir, kainatın yaranması, quruluşu, inkişafı, bu həmcinsli sadalanmadır. Ona görə yaranması vergül, quruluşu vergül, inkişafı və təkamülünün tədqiqi təkcə astronomiyanın deyil, vergül, bütün təbiət elmlərinin əsas problemidir. Deməli, hansı durğu işarələrindən istifadə elədim? 3 mövqedə vergüldən istifadə elədim. Cavab olacaq E variantı 3 vergül. Qrammatika sualları haqqında bu qədər. Hər hansı bir sualınız olsa, başa düşməyiniz məqam olsa, gördüyünüz nömrə ilə 055 889 44 59 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağ olun.